Gəlmişdim bura ki, həm bu markalardan gələnləri, həm də bura. Bu arada əlimin üstünə məhsul test eləmişəm, hələ də qalıb. Və burada bu dağınıqlığı ağzına qədər doludur. Burada məhsulla bunları yığışdım. Sonra gördüm ki, işıq belə qaranlıq çəkir. Həvəsim öldü. Ona görə də sabahları günorta, işıqlıqda deli yatışdıranda buraları tökərək, yığışdırarıq birlikdə. Və orada gələn paketdə olan, burada da hətta var paketdən gələnlər, yəni bağlamalar, içində məhsullarla doludur. Onları da buraya yığışdırmaq lazımdır. Amma iş orasıdır ki, bir tək göz belə açılmamış. Buradakı məhsullar bu arada açılmamış məhsullardır. Yəni təzə olanlardır və bunlar bura yerləşmir. Mən bilmirəm nə edeyim. Belə baxıram ki, buranı boşaltmalı olacağam. Amma burada da vacibli əşyalarım var. Ona görə baxım görüm necə eləyirəm. Həqiqətən. Bir tərəfdən də acından ölürəm. Bir tərəfdən də ağzımın içi, baxın belə. Hamısı yaradı. Çox pis ağrıyır dəhşət dərəcədə. Və çox acmışam. Səbuyə dedim ki, pizza sifariş eləsin. Gözləyirəm ki, işdən gəlsin. Birlikdə yemək yeyək. Səbuyinin gəlməyinə yarım saat var. O gələnə qədər acından ölərəm deyə heç olmasa çayla belə siroklardan içmək istədim. Bu dəfə Səbuy topun sirokunu aldı. Topun mən kokteylini çox bəyənirəm. Bilmirəm bu necədir. Bunu da indi sınayacağım. Bu arada mənim ən bəyəndiyim Tudonun siroklardır. Onlar çox-çox dadlı olur. Hələ də onun qədər, yəni qəşəng olanını tapmamışam. Baxın, bunun içi belədir. Mən o qədər də bəyənmədim. Bir tərəfdən də sizin son videoma yazdığınız rəyləri oxuyuram. Mümkün qədər cavablamağa çalışıram. Bir də qızlar, bəzən görürəm ki, səsli mesaj atmağımı istəyirsiniz yorumlarınıza. Amma əgər məni takib etmirsinizsə, izləyicim olmayan insanlara mən səsli not göndərə bilmirəm. Bu da nəzərinizdə olsun. Bilmirəm nəyə görədir, amma videolarımın altında hamısında nida işarəsi var. Nədən olduğunu bilmirəm, bütün videomda var. Amma videolarım qəşəng, yəni hamıda açır. Səbuyun telefonunda, mənim telefonumda görünür. Hətta mən 3 saat əvvəl video paylaşmışam. İzləyicilərim rəy yaza bilir, bəyənə bilirlər. Və qızlar, sifarişlərimiz gəldi. Deməli, bu vegetariandır, mənim ən sevdiyim pizzadır. Mən bu sosu da çox bəyənirəm. Mən ümumiyyətlə Papa John's aşiqiyəm. Bir Səbu ilə sevgili olanda mən tanış olmuşam Papa John'sdan, çünki o çox sevirdi. Əsas da oranın hot spice'ını çox sevir Səbu. Həmişə onu yeyirdi və elə tanış olmuşduq. Yəni həmişə mola gedirdik və Papa John'sdan o pizzanı yeyirdi. Bu sarımsaq sosu mən çox-çox bəyənirəm. Bu vegetariandır, mənim ən bəyəndiyim. Bu papadır. İçərisində kalbasalarla olandı, ətli kalbasalı. Bu da qəşəng növüdür. Bu isə yenidir. Heç sınamamışıq. Bir dənə də heç sınamadığımız bir pizza sifariş elədik. Özüm üçün belə yer süfrəsi hazırladıq. Belə. Pula da bir ədəd dedik, çünki mənim boğazım ağrıyır, mən içə bilmirəm. Mən isti su içəcəm. Belə, indi isə bunları nuş eləyəcəyik. Həqiqətən də papa mənim favori pizza yerimdir. Son vaxtlarda axşamlar hardasa 40 dəqiqəlik olur bu dizidir. Sezonluq Mentalist. Bunu izləyirik axşamlar. Yeni bir gündən sizi salamlayıram qızlar. Deməsə bu belə bir şokolad almışdım. Mən bunu heç görməmişəm. Bilmirəm siz görmüsünüz yoxsa yox. Rusiyanın şokoladıdır. İndi bunu açacağım və dadına baxacağım. Mən çay içənə qədər isə bir tərəfdən də pomidor yumurta bişiririk. O da bişsin, səhər yeməyini yeyəcəyik. Hansını mı yemişdiniz? Məncə qəşəng incədir. Səbu getdi işə qızlar. Adeli yatışdırdım və düşündüm ki, gəlin bu otaqda bu yığılan markalardan gələn hədiyyələri yerləşdirim. Çünki həqiqətən çox dağınıq görünür bu otaq. Bu şkafda isə mən açılmamış məhsulları yığıram və yaxud da özümün aldığı və hələ ki özümdə bitməyən zapasa qoyduğum məhsulları bura yığıram və istəyirəm ki hamısını töküm. Çünki burada bir şey axtararkən buranı çox dağıtmışam. Bunu çəkərkən Adel yatsa da, indi səsləndirərkən Adel yanımdadır və biraz ses çıxardır, üzürlü sayarsınız. Deməli, buradakı elə məhsullar var ki, gedirəm məsələn alıram, amma hal-hazırda əlimdə işlətdiyim bir məhsul olur. O zaman açmıram, çünki əlimdəki bitəndən sonra açıram. Bəs niyə alıram? Bəzən çox böyük endirimlər görürəm, onda deyirəm ki, mütləq bunu dəyərləndirmək lazımdır və mən o məhsulu alıram. Aranızda əgər səhifə işlədənlər, Instagram və YouTube işlədənlər varsa, artıq bilir ki, bir neçə gündür ki, Instagramda böyük bir təmizləmə işləri gedir və buna görə də izlənmələr falan çox düşüb. Bir-iki gün video paylaşdım, gördüm ki, heç yəni 1000-2000 izlənir. Hərçənd ki, mənim videolarım 100.000-200.000 izlənir. Bu da təbii ki də məni motivasyondan salır deyə dedim ki, yox, bu aralar bir şey paylaşmayacağım. Instagram özünə gəlsin, sonra paylaşacağım. Çünki videoya baxanda çox asan görünsə də o kadr arxasında çox əziyyətlər çəkilir və onlar test edilir. Ona görə də istəyərəm ki, işim hər kəsin qarşısına çıxsın və dəyəri olsun. Ona görə də bu aralar Instagramda yəqin ki, post paylaşmayacağım. Çalışacağım
YouTube-da sizə videolar çəkim. Bu markanın məhsullarını da Vatiforskini mən çox eşidirdim, amma heç sınamamışdım. Sağ olsun markanın özü göndərdi. Keçən videoda sizə göstərmişdim. Dünən gecədən başlamışam bu markanın məhsullarını istifadə eləməyə. Çünki içində çox maraqlı məhsullar var. Hansı ki, dodaq dolğusu eləməyən insanlar üçün içərisində dodaq dolğunlaşdırıcı balm verə var və bunun təsirini görsəm mütləq sizinlə paylaşacağım. Bu kutu isə mənə Ador'dan gəlmişdi və içərisində Rimmel markasının məhsulları var. Hansı ki, ənlik, bronzer, liner, dodaq qələmi, dodaq karandaşı, makyaj sabitləyici, sprey, belə məhsullardan ibarət idi. Əgər bunlar arasında bəyəndiyim olsa, mütləq ki, sizə də göstərərəm. Bu kutu da belə boşaldı. Ara yerdə işıqlarımız getdi. Düzdür, işıqların mənə heç bir aidiyyatı yox idi. Çünki mən video çəkirdim. Sadəcə qaranlıq oldu, amma eybi yoxdur. Deməli, bunları yerləşdirərkən də mənə lazım olanları götürəcəm. Şampunum bitmişdi deyə elə bu şampunu götürəcəm. Keçən dəfə Naun markasının tədbirinə gedəndə orada bunu hədiyyə eləmişdilər. Bunu sınayacağım. Ona görə də bu şampunu ora qoymayacağım. Burada baxıram, hansı ki mənim bitən məhsulum varsa, onu götürüb ondan sonra isə bunun içinə yerləşdirəcəyik. Amma əvvəlcə şkafın içini siləcəm. Yadınızdadırsa, keçən dəfə Bazar Store'a girmişdim və orada Sleepy'nin greyfurtlu olan qida ilə təmas edə bilən belə safetkasını almışdım. Onunla bağlı fikrimi də bildirim hazır Sleepy'dən söhbət getmişkən. Deməli, qızlar, çox bəyəndim. İnsi də çox gözəldir. Elə bu yaşıl rəngdə olan Sleepy qədər də yaxşı təmizləyir. Onu mən adətən mətbəxdə istifadə edirəm. Toz almaq və yaxud da güzgüləri silməkdə isə Sleepy'nin bu yaşıl növünü mən çox bəyənirəm. Digər növləri mənə görə ləkə saxlayır, amma bu növünü çox bəyəndim. Greyfurtlu olan qida ilə təmas edə bilən növü də pis deyildi, bəyəndim. Mütləq ki, endirimdə gördükcə onu da mətbəx üçün alacağım. Mənə görə can rahatlığıdır. Bir də bəlkə də düşünə bilərsiniz ki, bu qədər məhsul nəyə lazımdır? Mən bunları dediyim kimi almıram, qızlar. Bunları mənə markalar göndərirlər və mən onları test edirəm. Bəyəndiyim halda videosunu çəkib paylaşıram. Bəzən olur ki, məsələn, tonal krem göndərirlər, konsiler, ənli və ya s. Belə məhsullarda isə və yaxud da mənim dəri tipim yağlıdır, amma quru dərilər üçün bir məhsul göndəriləndə təbii ki də bunu yaxınlarımla paylaşıram və yaxud da birinin ad günü olanda buradan məhsullar seçib ona da hədiyyə edirəm və demək olar ki, elə bu qədərini də hədiyyə eləmişəm. Bunlar isə mənə qalanlardır. Amma yenə də, yəni bu belə bir şeyin olması mənim üçün çox əlverişlidir. Çünki mən Adellə çölə çıxa bilmirəm. Bəzən gedib bir şey almağa vaxtım olmur. O zaman buranı açıram və buradan məhsul götürürəm. Bu arada Adelin arxada səsini eşidirsiniz. Mənə bir sual gəlmişdi ki, Adel danışırmı? Adel bir neçə sözü deyir. Məsələn, baba, gəl, indi ağlıma gəlmir və s. Amma tam olaraq cümlə qurmur. Arxa fonda da sevdiyim bir YouTuber'ın son paylaşdığı bölümü açmışam və onu izləyirəm. Bir tərəfdən də bu kutuları yığışdırıram. Bu paketin içərisində planşetin kutusu var və bu isə planşeti qazandığım nömrədir. Belə şeyləri mən xatirə olaraq saxlayıram. Bunları da belə atmıram. Bu paketləri birinə hədiyyə verərkən falan istifadə edirəm. Gəlin, indi keçən dəfə ayaqqabım cırılanda Temudan məhsullarımı götürmüşdüm və içərisində 2 məhsul daha var idi. Bağlama daha var idi. Onlardan biri 3 ədəd belə basic tişört almışdım. Bunlar uzun deyil, biraz qısa formadadır və düşünürəm ki, yay aylarında daha çox işlənir. Əsasən də cinslərdə çox gözəl görünür və mənim qardırobumda belə tişörtlər yox idi. Bu ağ rəngdə olanıdır. Bu arada mən biraz əynimə bol olsun deyə M3 sifariş eləmişəm, amma materialını çox bəyəndim. Bəzi materiallar olur ki, parlaq olur, materialı çox sürüşkən olur və yaxud da ki, çox qalın olur. Bu elə deyil, bu ikisinin tam ortasıdır. Çox gözəl materialı var, belə gələcəyini gözləmirdim həqiqətən də. Həm qara rəngi, həm də qəhvəyi rəngi də olan bir set mən sifariş elədim, amma tək-tək də var. Amma mənə görə Temuda tək-tək alanda sərf eləmir, çünki biri 9 manata gəlir. Amma mən məsələn bunun üçünü 9 manata alanda bir ədədi 3 manata düşmüş olur. Beləliklə də daha çox sərf eləmiş olur. Bu pijama hardasa mənim sibətimdə bir aya yaxın idi ki, var idi. Sadəcə havalar çox soyuq idi. Düşünürdüm ki, sifariş vuracağım, qalacaq, geyinməyəcək və birdən havalar isindi. Nə gözəl. Mən bu pijama dəstini 6 manata aldım endirimdə. Bəzən Temu elə endirimlər verir ki, bunu almamaq olmur. Bu pijama dəstini isə mən çox bəyəndim. Üzərində gilas detayları var, rəngi də çox gözəldir. Ölçü olaraq isə M razmeri sifariş elədim ki, mən biraz ev geyimlərini bol geyinməyi sevirəm. Bu koftasıdır.
Biraz məncə böyükdür, amma yenə də əynimə geyinib elə baxacağam. Ondan sonra isə bir ədəd də şortiki var. Onu da göstərim sizə. Baxın, şortiki də bu formadadır. Çox şirin bir ev geyimidir. İndi qiymət neçədir bilmirəm, amma səbətinizə əlavə edin. Endirimə düşən kimi mütləq siz də alın. İşlərimi bitirdim, ortalığı təmizlədim və Adel durmamış bir dolğa içim deyirəm. Arxanın dağınıqlığına fikir verməyin, çünki sizə pijamamı göstərmək istəyirəm. Hansı ki, bu videoda göstərmişdim ki, mən bunu Temu'dan almışam. Həqiqətən çox gözəldir. Məndəki ölçüsü M ölçüdür. Mən özüm belə rahat olmaq üçün bol geyinirəm pijamaları, ev geyimlərini. Ona görə öz bədənimdən bir böyükdən böyük alıram. Və çox gözəldir. Şortik normal şortikdir, onu göstərməyin bir adı yoxdur. Mən sadəcə sizə bunun üzərimdə olan görünüşünü, rəngini, tonunu, şirinliyini göstərmək istədim. Çox gözəldir. Mən buraya indi bir kadr yerləşdirəcəm. Mən bu kadrı çəkmişəm, amma paylaşmağı unutmuşam. Hansı ki, mən sizə demişdim ki, qazan dəsti görmüşdüm Emsanda 175 manata düşmüşdü 340 manatdan. Mən gedib o dəsti aldım. İndi isə açaq birlikdə baxaq görək necə gəlib. İçərisində belə 4 parça var. Daha doğrusu buna 7 parça deyirlər qapaqlarına görə də. Və çizilmələrə qarşı ultra dayanıqlı yazılıb. Toksik maddə içərməz yazılıb. 18, 22, 26 santimdir. İndi hər birini açıb sizə elə də göstərəcəm. Mən də buradan sağ. Bu qapağını quraşdırmayıblar. Bunu Səbuya verəcəm ki, özü taxsın üstünə qapağının qulpunu. Əslində bu ölçülər bizim üçün yaxşıdır. Çünki biz balaca bir ailəyik və mənə də lazımdır ki, biraz balaca ölçüdə olsun bu qazanlar. Ona görə də bunu çox bəyəndim. Hətta Instagramda yazdım ki, istifadə edənlər varmı? Çox adam yazdı ki, bəli, istifadə etmişik. Çox gözəldir. Yenə də mən də istifadə edib və bir müddət keçəndən sonra fikrimi yenə də sizinlə paylaşaram. Axır ki, tamam yeniləndi. Olmaz. Yadınızdadsa eyni bu tavaya oxşar məhsulları mən kontaktda da görmüşdüm, amma onların qiyməti 220 manat idi. Düşünürəm ki, karlı bir alış-veriş oldu. Tavadan yenə alacağım. Dekolirdə bir neçə tava görmüşəm, bəlkə də oradan alaram. Deməli, Səbuy gəldi və özümə gəldim çay qoydum ki, çay çək. Deməli, bu dəfə də Strok alıb. Keçən dəfəkini bəyənmədim. Bu dəfə də bu markanı alıb. Amma bilmirəm necədir. Bu fıstıqlıdır, bu isə kakaoludur deyəsən. Mən hələ də yəni Tudonu bəyənirəm. Sadəcə Tudo çox çətin mağazalarda tapılır. Yəni bizim girdiyimiz. Ona görə də onu alıb gələ bilmir. O da bunları alır ki, hər dəfə mən yoxluyum. Bugün də bunu test edəcəm. Videonu bura qədər izlədiyiniz üçün çox sağ olun qızlar. Başqa videolarda görüşənədək hələlik.